Bu həyatı yaradan sən yaratmamısan ki. Bilirsən ki, sən yaratmamısan da filan ildə sən gəlmisən. Bu var idi. Bu dünyanın arxasında duran məqama zikr eləmirsən. Sənə məsəl üçün sular verilibdir. Baxırsan məsələn bu sudur, hə? Bu hardan gəlir? Hava var. Əl, ayaq, dil, dodaq, daş, nə bilim, divar, ağaclar, bunlar hardan gəliblər? Sən bu dünyanı görüb fikirləşmirsən ki, sən bu mühitin içində yaşayırsan. Və bu planeti də havada nənni kimi tutan var. Düşmür heç yerə. Etibarlıdır. Güvənilirdir. Sənin bu şeylərə reaksiyan yaranmır. Necə ki, valideynlərini görməzdən gəlirsən, Allahı da görməzdən gəlirsən. Sonra da adama deyirlər ki, mənə Allahı göstər yine. Əzizim, sən körsən, sənə neyi göstərim? Ağ göstərsəm də görməyəcəksən, qara göstərsəm də görməyəcəksən. Sənin körlüğünü müalicə eləmək lazımdır.